Yəni İradə xanım zövq aldığı nəyisə davam eləməlidir də o. Ki onu eləsin mütəmadi. Mütləq, yəni burada insan başa düşməlidir ki, mən doğulmuşamsa, nə üçün doğulmuşam? Və burada məsələn hər bir insan başa düşməlidir ki, elədiyi işdən o zövq almalıdır. Məsələn, insan var, deyir, xörək bişirdirsən və mən xörəyimi yedikcə mən sevinirəm. Mən bilirəm ki, elə belə bişirməmişəm. Var insan deyir ki, mən elə yeməklər bişirəcəm. İnsanlar sezona baxmayaraq həmişə gəlib mənim yeməyimi yeyib. Yəni bu insan bundan zövq alır, xoşu gəlir. Hə. Var insan rəsm çəkir, zövq alır. Düz. Var insan adicə gözəl göy-göyərti əkir və qəşəng əkdiyi. Var insan, yəni müxtəlif şeylər burdan olduğun yerdə nə sənə zövq verirsə. Mütləq insan özünü tapmalıdır ki, ümumiyyətlə mən niyə doğulmuşam? Mən kiməm? Mən insanlara nə kimi Allahın köməyi ilə xeyir gətirə bilərəm? Allah məni bura niyə gətirib? Allah gətirib ki, sən sevinəsən, sən təmizlənəsən. Bir də belə bir məqam deyəcəm. Yəni bunu siz xahiş edirəm düzgün dərk eləyin. Birinci Allah Taala yer kürəsinə kimi gətirib? Hə? Adəm Həvvanı. Hə, niyə gətirib? Niyə gətirib? Günahları olur gətirib. Yəni. Yəni onlar günahları, yəni bizim ata-anamız Adəmlə Həvvadır. Və onlar günah eləyiblərsə pis kimi. Siz başa düşməlisiniz ki, siz o huzuru tapmaq üçün başa düşməlisiniz, yəni ruh, bura təmiz ruh gəlmir. Yəni yer kürəsində təmiz ruh yoxdur deyirsiniz. Yoxdur. Yəni təmiz ruh yoxdur. Ona görə də insanın əmgəyi açıq olduğu zaman və uşaq 1 yaşına getdiyi kimi gedəndən sonra, yəni ki, yaşamayıb, yəni burada deyir mələk gəlmişdi.